Yaxşı düşürəm. Bugün dağ videomuzun birinci hissəsi ilə qarşınızdayım. Gəlmişik dağa və burada 2 gün keçirəcəm və çalışacağam ki, sizlə paylaşa bildiyim yerləri paylaşım. Və ümid edirəm ki, bu videomu bəyənərsiniz. Onda videomuzun ən önəmli yerlərinə keçək. Bəli, burada gördüyümüz kimi belə göl var, belə dağ var, dağ var, dağ var, dağ var, dağ var, ağaclar var. Bayaq it cumar deyə çıxmadığım dağa bu dəfə də çıxıram, amma it dağın başına gedir. İstəyirəm heç nə olmasın, buraların falan altında it mit var, cumar, Allah qorusun. Heç kimdən mənim qədər qorxaq deyil. Allah, çox pis filmdir. Və gözlədiyimdən 10 qat daha yaxşı çıxan bir mənzərə. Orada gördüyümüz kimi Windows təpəsi. Fərqinə vardım video atılandan buranın har olduğunu deməmişəm. Bura Ağca kənddir və bir də ki, orada göstərdiyim Windows təpələri həqiqətən yaxından görsəz nə qədər oxşadığını bilərsiniz. Və bura gördüyümüz kimi oradakı meşələrdir. Ancaq dağın bir tərəfində qaldığı üçün meşə çox qəribə görsənir, ancaq ora meşədir. Və daha yuxarı çıxdım. Bu nədir? Bunun burada nə işi var? Və başımı qaldırıram. Qəşəng mənzərədir. Və sizə kiçik bir tövsiyəm var. Əgər yay tətilini keçirmək üçün qıraq ərazilərə getmək istəyirsinizsə, nəinki qıraq ərazilər, Azərbaycanın içində belə gözəl yerlər sonra qıraq ərazilərə heç ehtiyac yoxdur. Dağlar falan çox qəşəng görsən. Mən belə şeyləri sevirəm. Çəkiliş eləməyi. Və burada olduğu kimi orada da gördüyümüz kimi kənd sakinlərinin normal yaşadıkları evlər var. Və burası buradan belə biraz az görsənməyinə baxmayın. Həqiqətən bura gəldiyiniz zaman bunu görə bilərsiniz. Çox dik bir yoxuşdur. Və bu arada kanalımda bu tərz videoların daha çox gəlməyini istəyirsinizsə, bir dənə bu videoya like-ınızı qoymağınız mənim üçün bəsdir. Bundan əvvəlki Gəncə vlogu çox izləndi. İstədiyim qədər izlədi. Onun üçün də belə bir vlog çəkmə qərarı aldım. Bu anidən gələn bir qərar olduğu üçün sizə duyura bilmədim. Həm də özüm buralarda bir yerdə kənddə qalırdım. Ona görə də sizə xəbər verə bilmədim. Telefonum da yox idi. Ona görə də ki, belə ani bir vlog oldu. Ancaq güman edirəm ki, izləyərsiniz və yaxşı bir vlog olar. Və indi isə daha yuxarılara çıxmağa çalışıram. Onda gedək. Və daha yuxarı gəldik. Maraqlı görüntüdür. Burada gəldim, çatdım və sizə bir şey deyirəm. Burada sanki qoy görsə də bilsəm. Aha, burada sanki dağa əllə cırmaq atıbdılar. Qəribə görsənir. Və bunu həqiqətən doğru deyirəm. Mənim getdiyim xətlərin üstləri ilə getsək, pişik cırmağına bənzər xətlər ortaya çıxır. Windows dağı gördüyümüz kimi. Həqiqətən də çox, amma çox Windows dağına oxşuyur. Ha, orada inəklər var. Gedim onların yanına biraz. Salam. Onlar video çəkim. Ay, nə şirindirlər bunlar. Balacaymışlar ya, mən də elə biləm yekədir. Baxın bunlara. Ana, nə qəşəngdirlər. Elə buna baxın. Salam. İnəklərin duyuqları çox qəşəng olur. Da gördüyümüz kimi. Elə bunlar çox balacadılar. Amma çox gözəldirlər. Və inəklər ot yeyir. Həqiqətən maraqlı görüntüdür. Çox balacadılar. Bu qədər balaca olduqlarını düşünmürdüm. Səhv eləmirəmsə bunlara buzov deyilirdi. Maraqlı. Minecraft düz dünya oynayan inəklər. Ne senin derdin ya?
Nedir senin derdin? Senin derdin ne? Bana söyle bakalım. Nedir senin derdin? Bayaq getdim bir dəfə odun gətirdim. Sadəcə onu çəkə bilmədim. Nəyə görə? Çünki bilmirəm, kamera yanımda yox idi Allah. Amma çox böyük bir odun gətirdim. İndi isə axşam yemək olacağı üçün gedirəm odun yığmağa və artıq meşəyə gedən yoldayım və ayağım falan da sürünsüz. Odun tapmayacağım. Ve kameramı buraya koyup biraz axtarış eləmək istəyirəm. Gördüğünüz kimi biraz axtarış elədim ancaq heç nə tapa bilmədiyim üçün yenə axtarış elədim. Ve gördüğümüz gibi gece oldu. Yani gece oldu ve gece də hələ işimiz bitmədi. Bu vlog bitmədi. Hələ sabaha gözləməliyik. Sabahda bu vlogun davamı olacaq. Hələ gecədən bir iki görüntüdə göstərəcəm sizə. Artıq çadıra girirəm. Bu da çadırın içi. Və artıq çox yorulmuşam. Günü sonlandırmağın vaxtı gəldi. Və bu sabah oldu. Və səhv eləmirəmsə bugün Ballıqaya'ya gedəcəyik. Orada da sizə bir iki şey çəkib göstərməyə çalışacağım. İndi isə gedirik Ballıqaya'ya. Su çok soğuktu. Bizim de videomuz bu kadarıydı. Eğer videomuzu beğendinizse bir tane like koymayı unutmayın. Sağ olun. Bir daha arkaya bir iki tane material koymuşam. Onları da izlemek istiyorsanızsa izleyin ya. Bu kadar. Abi bir sen kara diyar içinde Aldamar'da çok tane vuru bak. Evet. Bayılmak da onu atmaşla. Yaxşı. Bilmə. Razatlıdır. Çakırı tullamayı çiçek çakırı. Çollu olmaşdı ha. Çollu mollu dəmliyə. Ha. Çollu demliğe vurmuşam ki 92 yaşa. 92 maşallah. Vay. Baba bir daha şəkil. Ala ben mənim telefonumda. Ha ne ola? Allah. Babamla mənim şəkil çək. Ha. Sağ olun bizim başımız olsun. Ha. Sağ ol. Aha. Allah səni var eləsin. 100 yıl. 100 yıl Allah ömür. səni var eləsin. Ya 100 çoxdur. Sən qədər yaşasan 100 yıl. Ha kiri. Valla. Tamam Ay. çiri. Her bak. Haydi. Eşittim ben. Qəddəli eləmir. Babam da elə idi və kiri. Mənim babam da. Kiri. Bir dənə bundan baba. Götür. Ne götürsün?
Bir dənə də bundan. Götür, götür. Buyur. Ay, Sən sağ ol. Sən sağ ol. Allah kömək olsun. Qarıyı sabah etsən. O Bilirəm, bilirəm. Bu başqa, bu başqa. Ama. O keçərliyə. Ama. Hə, keçir. Baba, Adam. Allah sana dəyməsin. Allah köməyin olsun. Üzümdən, gözümdən nur. Adam Allah. Qarda görmə. Sağ ol. Sağ ol. Get. Sağ salamat. Sağ olun. Sağ olun. Özündən Allah müraciət. təala.